Yumuşaq keks, özdə şokoladlı, çox ləzzətlidir. Gəlin bunu birlikdə hazırlayaq. Əminəm ki, siz də bunun həm hazırlanma qaydasının asanlığını sevəcəksiniz, həm də ləzzətini. İlk öncə yumurtaları qaba sındırıb, üzərinə şəkər tozu əlavə edirəm və mikserlə tam ağarıb qatlaşana qədər qarışdırıram. Yəni qatlaşmaq dediyi artıq tam hiss edəcəksiniz ki, bu yumurta hazırdır. Üzərinə şokolad yağını əlavə edirəm. Şokolad yağını da mikserlə qarışdırdıqdan sonra duru yağ və süd əlavə edirəm. Son olaraq isə un, vanil, qabartma və kakaonu da əlavə edərək çırpma teli ilə qarışdırıram. Soba listinin içərisini yağlayıb unlayıram ki, yapışmasın. Daha sonra isə xəmir içərisinə əlavə edib, öncədən 180 dərəcədə qızdırılmış sobada hardasa 30-35 dəqiqə qədəri bişirirəm və bişdi, hazırdır. Burada kəsərkən tam ciddiyyətlə kəsirəm və video çəkdiyim ağlıma gəlib, biraz gülümsəməyə çalışıram. Qabdan çıxardıram, gördüyünüz kimi heç bir problemi olmur. Siz sadəcə gözləyin ki, soysun. Mənim vaxtım yox idi deyə çox isti-isti kəsdim, yəni bunu siz əsla etməyin. Və kəsirəm. İndi sizə içərisini də göstərəcəm. Baxın necə yumşaqdır. Bişirən hər kəsə nuş olsun. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.